Bakının Suraxanı rayonunda ər-arvad arasında mübahisə xəsarətlə nəticələnib. Hadisə 21 yanvar 2025-ci ildə baş verib. Zəngilan rayon sakini 1981-ci il təvəllüdlü Müslüm həmin gün saat 21:00-da yaşadıkları evdə telefonuna bir başqa qadın tərəfindən edilmiş zənglər səbəbindən həyat yoldaşı Zümrüdün ona irad bildirməsi nəticəsində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbləşib. Müslüm əli ilə qəsdən Zümrüdün çənə və sol qol nahiyəsinə zərbə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayət əməlini etiraf edib. O bildirib ki, zərər çəkmiş Zümrüd ilə 2022-ci ildə ailə həyatı qurub, birgə nikahdan 3 övladları var. Yanvarın 21-də saat 8:00-da işə getmək üçün yaşadıkları evdən hazırlaşan zaman Zümrüd onun istifadə etdiyi telefona baxdıqda telefonda bir nəfər qadının ona zəng lərini aşkar etdi. Bu səbəbdən aramızda həmin vaxt sözlə mübahisə yarandı. Həmin gün axşam saat 21:00-da yaşadığımız evdə olan zaman Zümrüd məndən münasibətdə olduğum qadının kim olduğunu, hansı səbəbdən ona xəyanət etdiyimi soruşdum. Ona həmin qadının adını belə bilmədiyimi, həmin şəxsi müştəri qismində idarə etdiyim avtomaşına əyləşən zaman tanıdığımı, həmin şəxsin mənə bir müştəri kimi zəng vurduğunu desəm də Zümrüd mənə inanmadı və qısqanclıq etdiyi üçün mübahisə daha da böyüməyə başladı. Mübahisənin təsirindən əsəbləşdiyim üçün Zümrüdü söydüm, əlim ilə onun çənə nahiyəsinə və sol qolundan qəsdən zərbə vuraraq onu döydüm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb, zərər çəkmiş şəxs ondan şikayətçi olmayıb. Bu səbəbdən Müslümün barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Bakının Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Nizami ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Suraya xəsarət yetirib. Hadisə 15 mart 2025-ci ildə baş verib. Bakı şəhər sakini Nizami həmin gün saat 2 radələrində yaşadığı evdə spirtli içki qəbul etməsinə irad bildirdiyi və ona cavab qaytardığı üçün arvadı Sura ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Nizaminin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində əməlini etiraf edib. Bildirib ki, Sura ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurub. Əvvəllər arvadım ilə münasibətlərimiz yaxşı olub. Lakin son vaxtlar aramızda spirtli içki qəbul etməyimə görə mübahisələr olub deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, martın 15-də gecə saat 2 radələrində həyat yoldaşı Sura ona evdə spirtli içki qəbul etməsinə görə iradını bildirib. Həmin mövzu ilə bağlı aramızda yaranan mübahisə zamanı həyat yoldaşı mənə cavab qaytardığı üçün yumruq ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr indirdim. Bir qədər sonra Sura mənim barəmdə polisə şikayət etdi. Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nizaminin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Şəmkir rayonunda toyda sərxoş gələn kişi arvadına xəsarət yetirib, hadisə Şəmkir rayonunun kəndlərdən birində baş verib. Rayon sakini 2003-cü il təvəllüdlü Babək şəxsi münasibətlərin zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətafətə xəsarət yetirib. İttihama görə Babək və arvadı Lətafət arasında bir neçə dəfə ailə məişət mübahisəsi zəminində münaqişə olub.
Məlum hadisə günü Babək arvadı ilə birlikdə onun yaxın qohumlarının toy şənliyində iştirak ediblər. Toy şənliyində Babək ispirtli içki qəbul etdikdən sonra arvadı ilə sözlə mübahisə edib və tərəflər yaşadıkları evlərinə gəliblər. Həmin gün gecə saat 3:00-da ailə məişət mübahisəsi zəminində tərəflər arasında yenidən sözlə mübahisə baş verib, Lətafət yataq otağının qapısını bağladığı üçün Babək otağa daxil ola bilməyib və əsəbləşib. Daha sonra Lətafət otağın qapısını açdıqda Babək yumruq zərbələri ilə onun üz, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Babəkin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, məlum hadisədən əvvəlki gün arvadı Lətafət ilə toy şənliyində iştirak edib. Toy şənliyində ispirtli içki qəbul etdikdən sonra birlikdə yaşadığımız evə gəldik. Evdə ailə məişət problemlərinə görə aramızda sözlə mübahisə baş verdi. Mübahisə vaxtı Lətafət yataq otağına daxil oldu və qapını bağladı. Sonra mənim ünvanıma nalayiq ifadələr işlətdi. Lətafət qapını açdıqdan sonra əsəbləşdim və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm deyə o ifadəsində göstərib. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb, araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətini geri götürüb. Hakim hökm qəbul edən zaman təqsirlənən şəxsin arvadı ilə barışmasını nəzərə alıb. Ər-arvad barışması nəticəsində ittiham edici hökm çıxarılmayıb. Məhkəmənin hökmü ilə təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, onun barəsində cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.